İstanbulun Beşiktaş rayonunda yerləşən İsrail Baş Konsulluğu ətrafında baş verən silahlı insidentin IŞİD terror təşkilatının 3 üzvü tərəfindən törədildiyi müəyyən edilib. Terrorçular Baş Konsulluğun yerləşdiyi binanın önünə gələrək polislə atışmaya giriblər. Terrorçulardan biri ölü, ikisi isə yaralı halda ələ keçirilib. Kəşfiyyat orqanları 3 terrorçu arasında çox sıx rəqəmsal əlaqənin olduğunu müəyyən ediblər. Hadisə ilə bağlı istintaq geniş şəkildə davam edir. İndiyə qədər İstanbulun Etilər bölgəsində 2 şübhəli saxlanılıb. Şübhəlilərin hadisə yerində olduqları və əvvəlcədən kəşfiyyat apardıqları ehtimal olunur. Onların terrorçulardan birinin qohumu olduğu da qeyd edilir. Hücum edənlərin taktiki kamuflyaj geyimində olduqları və uzun lüləli silahlardan istifadə etdikləri bildirilir. Hadisə ilə bağlı açıqlama verən Türkiyənin Daxili İşlər Naziri Mustafa Çipçi terrorçuların şəxsiyyətlərinin müəyyən edildiyini bildirib. Onların İzmit şəhərindən 2 avtomobillə İstanbula gəldiklərini deyən nazir, müəyyən edilən şəxslərdən birinin dini təşkilatla əlaqəsi olduğunu, ikisi qardaş olan terrorçulardan birinin isə narkotik maddələrlə bağlı qeydiyyatının müəyyən edildiyini deyib.